psixologiyada effekt var. Deindividuasiya. Bu nə demək? Individuasiya, yəni fərdiyyətçilik. Hər bir insan özünü fərd kimi məsuliyyətli bilir. Bu individuasiyadır. Bir də var de-individuation. Fərdiyyətçilikdən çıxmaq. Bu nə deməkdir? Məsələn, mən Azərbaycanda hamı məni tanıyır. Hamı deyəndə bir 100 bin adam tanıyır. Sosial şəbəkələrdən. Tanıyır və küçədə tutaq ki, nalayiq hərəkət eləmirəm, maşını sürətli sürmürəm və s. və ilə axır. Bu tanıma sizə məsuliyyət yüklüyür. Məsuliyyət yüklüyür. Amma Amerikaya gedirəm, New Yorkda. Orada məni heç kim tanımır. Başlayıram Bakıda etmədiklərimi orada edirəm. Buna deyirlər de-individuation İngilis psixologiyada. Sosial şəbəkədə insanlar elə bilir ki, onlar kollektivdən ayrılıblar, gizlidirlər. Heç kim onları tuta bilməyəcək, heç kim onları belə bir effekt yaradır. Hətta anonim olmasa belə səhifə, öz adı ilə adam girib orada, yenə də o effekti yaradır. O elə bilir ki, sosial şəbəkədə fərqlidir həyat. Mən burada gizlənə bilərəm. Bir səbəbi budur. Oradakı bu açıq-saçıq. Çünki bir də üstünlük var. Necə? Yayımcı olduğuna görə. O başqa səbəbdir. Bəli, bu birinci səbəb. Necə? Siz baxın, həmin şəbəkədə tamam özünü buraxan adamlar görürsən, onları siz kənarda görə bilərsiniz. Restoranda düşün, bu normal adam deyə. Bəs orada niyə? İkinci səbəb, sosial şəbəkədə algoritm belədir. Normal danışanda hayküsüz. Onu yaymır sosial şəbəkə. Başqalarına çox göstərmir. Elə ki, cəmiyyətin normalarına zidd danışırsan, skandal yaradırsan, sensasiya. Onu daha çox yayır. Belə çıxır ki, cəmiyyəti pozmağa yönəlib. Cəmiyyəti pozmağa yönəlməyib. O algoritm, ümumiyyətlə, baxın, belə bir şey var da. O algoritm çox vecilə deyil, sənin cəmiyyətinin pozulub və yaxud da pozulmaması. O başqa şey, amma o pul qazanır. O pul qazanır. Baxın, belə bir prinsip var, məsələ var. Bu biraz əxlaq fəlsəfəsinə aiddir, biraz da hüquq fəlsəfəsinə aiddir. Biz heç vaxt prinsipə uyğun şeylərdən soruşmuruq. Bizə maraqlı deyil. Misal üçün, dostum 100 dəfə gedib səfərə qayıdıb sağ-salamat. Heç vaxt soruşmuram ki, nəcəb sağ-salamat getdin qayıdın? Bir dəfə qəza törətsə, qəza törətmək prinsipə ziddir axı, o məndə maraq yaradır. Niyə qəza törətdin? Nə baş verdi? Və yaxud dostum 15 ildir sağlam yaşayır. Heç vaxt soruşmuram ki, niyə sağlam yaşayırsan? Bu məndə sual yaratmır. Xəstələnəndə soruşuram, niyə xəstələndin, nə səbəb oldu? Çünki xəstələnmək prinsipə ziddir. Sosial şəbəkədə o algoritmdən işləyir də, prinsipə uyğun olanları yox, olmayanlar sensasiya yaradır axı. Sosial şəbəkəyə də lazımdır, daha çox baxılsın, daha çox baxılsın. Bəs porno saytları kim istifadəyə verir, istehsal eləyir? Nə məqsədlə? İllik dövriyyəsi milyardlar dollardır. 500 milyard dollara yaxındır o saytların. Nə məqsədlə? Pul qazanmaq məqsədindən. Burada heç bir dəyərdən falandan söhbət getmir. Dünyaya insan hüquqları təbliğatı eləyənlərin başında insan hüquqlarını pozanlar dayanıb. Bunu bilməliyik də. Bu 2 vuruşu 4-dür. Əlifbadır. Bu bir məsələ. Birini də deyim, saxlayayım hələlik. Bir də məşhurlaşmaq. Adam istəyir məşhurlaşsın. Məşhurlaşmaq güc deməkdir. Nə qədər çox tanınırsansa, bir o qədər güclüsən. Real həyatda heç bir nailiyyəti uğuru yoxdur. Nə təhsili var, nə heç bir də. Bu gəlir sosial şəbəkədə bir həftənin içində məşhurlaşır. Məşhurlaşırsa deməli güclüdür. İnsan güclü olmağa can atır. Vəssalam. İndi bunun qarşısını nə almalıdır? Bir Şamil müəllimin dediyi əxlaqi tövsiyələr uşaq vaxtından. İndi əgər bu yoxdursa, yoxdur da, bir adam ailədə bunu görməyib. Neyniyək? Ona deyək ki, xahiş olunur, söyməyin də. O da deyir, ki, git işinlə məşğul ol. Mən əcəb edirəm, söyürəm. Bu əcəb eləyənə nə deyirlər?